Günlük bürc proqnozu 3 noyabr 2025. Qoç. Keçmişdən qaynaqlanan bəzi aktual davranışlarınızın bugünkü həyatınızda yeri yoxdur. Özünüzün və ya yaxınlarınızın duyğularınızla oynamasına icazə verməyin. Bütün əlaqələr inkişaf etmək məcburiyyətindədir. Özünüzə və sevgilinizə qarşı dürüst olduğunuz zaman əlaqələr inkişaf edəcək. Əkizlər. Cinsi əlaqələr və yaxınlar problemlərə səbəb olur. Sizi şuuraltı siqnallar istifadə edərək manipul etməyə çalışan yeni sevgilinizlə olan bağlarınıza diqqət yetirin. Mövcud əlaqələrinizlə oyun oynamayın. Şikayətlərinizi açıqca ortaya qoyun. Bütün əlaqələriniz indi dəyişməyə məruz qalacaq. Şir. Yüksək özünə inamınızı başqalarını deyil, özünüzü yeniləmək üçün istifadə edin. Əgər ideallarınıza çatmaq üçün özünüzü işə həsr etsəniz, insanların sərhədsiz əməkdaşlığı qazanacaqsınız. Həsr etməsəniz, yolunuza çıxanlar, səlahiyyətlilər və hətta qanunlarla problem yaşayacaqsınız. Tərəzi. Sizə və həmyaşıdlarınıza təsir edən dəyişikliklər üçün hazır olun. Dəyişmə gücləri mübarizə faktoru üçün çox güclü olacaq. Elastikliyi öyrənin, o zaman bu vəziyyətdən qazanc təmin edə bilərsiniz. Qaçınılmaz olanla mübarizə etsəniz, özünüzü dünyadan qopmuş olaraq hiss edəcəksiniz. Ox atan. Bugün həyatınızda dəyişiklik ehtiyacı yenə baş qaldırır və iç səsiniz sizi yeni istiqamətə çağırır. Uzaqdan gələn bir xəbər və ya plan düşüncələrinizə tam fərqli nəfəs gətirə bilər. İçinizdə illərdir cavab tapa bilmədiyiniz sualın üzərinə biraz daha işıq düşəcək. Sizin bir cümləniz belə kənardakının planını dəyişdirə bilər. Axşam isə azadlıq, hava dəyişimi və mental boşalma ehtiyacı güclənəcək. Dolça. Başqaları ilə əlaqədar dərin təcrübə axtarışı içindəsiniz. Bu insanlarla maraqlanmaqla özünüz haqqında çox şey öyrənəcəksiniz. İnsanları gücləndirir ya da gücləndirməyə çalışırsınız. Yerinizi unutmayın və təvazökar olun. Əlaqələrdən özünüzlə əlaqədar ipuçları alın. Buğa. Başqaları ilə mübahisə etməzdən əvvəl düşüncələrinizi diqqətlə araşdırın. Elastik olun. Fikirlərinizə fanatik şəkildə bağlanaraq yaxşı bir tövsiyəni görməməzlikdən gəlməyin. Digərlərinin fərqli dünya görüşlərini eşitmək arzusu ilə artmış zehni gücünüz arasında tarazlıq qurun. Bir çox sual verin. Xərçəng. Özünüzə qarşı dürüst olun və egonuzu idarə altında tutun. Əgər enerjinizi indi bastırsanız, onun daha az idarə edilə bilər şəkildə geri çevrilmə riskini daşıyırsınız deməkdir. Çox enerji və ehtirasınız var, ancaq buna nəzarət etməniz lazımdır, yoxsa qorxunc nəticələrə dözmə riskini gözə alacaqsınız. Əməkdaşlıq etməyi öyrənin. Qız. Az şeylə kifayətlənməyi öyrənin. Əgər şuurlu olaraq ehtiyacınız olmayan şeylərdən imtina etməsəniz, həyat sizin üçün imtina etməniz lazım olanları seçəcək. Şuurlu bir seçki daha az ağrılıdır. İnsanlar, şeylər və fikirlərin hələ bir məqsədə xidmət edib etmədiyini bilmək üçün onları diqqətlə araşdırın. Yeni bir dövrə girmək üçün gərəksiz şeyləri yox edin. Əqrəb. Bugün sizi aldatmaq və ya gizlətmək istəyən insanların oyunlarını anında sezəcəksiniz. Sözlə deyil, alt qatdakı davranışla nəyin nə olduğunu anlayırsınız və bu sizə üstünlük verir. Keçmişdən qalma bir bağın artıq sizi ağırlaşdırdığını anlayıb onu buraxmaq fikri güclənəcək. Günün ikinci yarısında eşidəcəyiniz söz və ya məlumat vəziyyəti başqa cür görməyinizə səbəb ola bilər. Axşam sakit, amma prinsipial duruşunuz özünüzü güclü hiss etdirəcək. Oğlaq. Evlə əlaqədar və peşə vəziyyətinizdə monumental dəyişikliklər üçün hazır olun. Bu sahələrdə dəyişikliklərə hazırlıqsız tutulmamaq üçün elastik olun. Siz keçmişə daha çox sarıldıqca yeni vəziyyətlərə uyğunlaşmanız da çətinləşir. Balıqlar. İstədiklərinizin arxasından gedin. İnsanlar sizin bacarma gücünüzə hörmət edirlər. Nüfuzlu şəxslər sizə kömək olmaq üçün səbəblər tapır. Həyatın hər sahəsində müsbət dəyişikliklər edin. Fiziki və zehni olaraq etdiyiniz yaxşılıqlar artıq uzun zaman xatırlanacaq.